Rusiya iyunun 7-sində Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün İrəvana qarşı hibrid müharibəyə başlayıb. Telegraf xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən Məlumatlı Vətəndaşlar adlı QHT-nin koordinatoru Daniel Ioannisyan deyib. Onun sözlərinə görə, Ermənistanın bəzi media orqanları hibrid müharibə alətlərinə çevrilib. Onların Rusiyanın təsiri altında olduqları açıq şəkildə görünür. Hibrid müharibənin təzahürü olaraq İyanistan bir nümunə gətirib. Milli Təhlükəsizlik Xidmətinin binasına Molotov kokteyli atmaq hibrid hücumla əlaqəli zorakılıq aktıdır. QHT nümayəndəsi əlavə edib ki, Rusiyadakı erməni iş adamları təzyiqlə bağlı həyəcan təbili çalırlar. Onlara təzyiq edirlər ki, tabeçiliyində olanlara 100.000 rubl verib seçkilərdə iştirak üçün Ermənistana göndərsinlər. Hətta bu insanları gətirmək üçün avtobuslarda səfərbər olunur. Bütün bunları Rusiya FSB-si təşkil edir. Söhbət təxminən 80.000-lə 100.000 nəfərdən gedir. Onlar həmçinin Gürcüstandan da insanlar gətirmək istəyirlər. Həm Ermənistan, həm də Rusiyada seçki rüşvətlərinin paylanması barədə məlumatımız var. Rusiyada yaşayan insanlar demokratiyanın nə olduğunu heç bir şəkildə bilmirlər. Onlara xəbərdarlıq edilməlidir ki, seçki rüşvətləri aldıqlarına görə mühakimə olunacaqlar. Həyatlarını 2033-cü ilə qədər cəza çəkmə müəssisəsində keçirəcəklər. Daniel Ioannisyan, Rusiyanın hədəfinin Ermənistanda hakimiyyət çevrilişi və ya baş naziri Nikol Paşinyanı devirmək olduğunu qeyd edib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.